Salam dostlar. Yeni bağlamam var. Sizlə birlikdə açaq dediyim. Çünki mən yenidən Dyson almışam. Bəli, düz eşitdiniz. Bu dəfə mən almamışam. Bu dəfə Salih alıb, çox sağ olsun. Almağımın səbəbi qaytarımdan sonra peşman oldum. Əslində qaytarmağımın səbəbi defekti idi, amma sonra başa düşdüm ki, mən həqiqətən də istəyirəm. Sağ olsun Salih, dünən sifariş elədi. Və bugün gəldi. Mochi boş korobka gördü. Dərhal içine girməlidir. Yəni Mochi'nin korobka fetişi var. Yəni ki, bütün bir şeylerde olduğu kimi. Necə açılır? Onu çözə bilsək, pis olmazdı. Buradan açmalıyam, görəsən. Bəlkə belə. Mən bunu açana qədər Mochi sibrədə əyləndirsin. Mochi hərə getdin, qızları əyləndir. Gel buraya Mochi. Mochi. Gel bak burada ne var? Matruşka kimi korobkanın içindən korobka çıxır. Bəli. Bu da gördüyünüz Dyson'ım. Burada ışıq biraz yaxşı değil ya da mən ışığın qabağını kəsmişəm. Gəlin sizi dəyişək. Bəli. Dyson'ım. Bu dəfə belə rəngini almışam. Amber Silk, Rose Gold rəngidir. Əslində, keçən dəfə o rəngi alandan sonra sifariş verən kimi peşman oldum ki, kaş bu rəngini alardım. Necə manifest eləmişəmsə, onu qaytarası oldum və bunu aldım. Aha. Burada da elə bir işıq. Bir dəqiqə. Açaq. Neşətində bunu açmaq. Geçən dəfə də əlbəyaxa qalmışdıq. Bu arada bir şey də göstərim. Təzə Dyson'ların köhnələrdən fərqi odur ki, əpə qoşularaq saçınızın belə deyim strukturunu falan qeyd edirsiniz. Avtomatik sizin saçınıza uyğun belə deyim təyin eləyir ki, nə dərəcədə istilik verməlidir, neçə dəqiqə, neçə saniyə saxlamalıdır. Ondan sonra soyuq hava üfürür və onlar belə iddia edirlər ki, bu formada qalıcılıq daha da artır. Keçən videolara baxıram. Bir dəqiqə bunu çıxaraq. Hansı ki bundan əvvəl aldığım Dyson test elədim. Baxıram ki, həqiqətən qəşəng vururmuş. Mənə elə gəlmişdi ki, yaxşı vurmur, amma yox. Əksinə çıx artıq. Ürəyim sıxıldı. Hələ heç kəs yəqin belə unpacking eləməyib. Nəysə, əsas buradan başlayaq. Siz oraları unudun. Görürsünüz bu necədir belə bu formada. Çox gözəldir bu rəngi. Baxın. Rose Gold Bronze. ID Curl. Gəl bunu da açaq. Rəngi mükəmməldir. Doğrudan da bu rəngi çox gözəldir. Neysə o biri rəngini əslində daha çox bəyənəcəyimi düşünmüşdüm. Ona görə onu almışdım. Amma mənə biraz oyuncaq xatırladı. Oyuncağı xatırladırdı deyə ciddi ala bilmirdim. Baxın budur. Və bu modelin üstündə sırf Amber Silk'in rəngində belə bir hədiyyəsi də var. Bu Dyson'ın öz iri dişli darağıdır. Baxın belə. Eyni rəngdə.
Çox maraqlıdır ki, ancaq bu modelin üstündə var belə bir hədiyyə. Və Dyson'ın öz saytında bu rəngi autostop idi. Bitmişdi. Məsələn, digəri rəngində arxası belə qırmızı idi, qəribə. O da xoşuma gəlmirdi. Bilmirəm, eləsə elə bir şey var idi, qəribə. Daha sonra, əsas məsələ, mənim yaralı yerim. Başlıqların içinə baxım. Bu conical başlıqdır, hansı keçən modeldə məndə defekt olduğunu görmüşdüm. İnşallah, şükür, yaxşıdır hər şey. Elə görsənir. Görək. Test eləyəcəm. Çünki dünən saçımı əslində yumuşdum. O Hitless Curl AliExpress-dən aldığım şeylə vurmuşam. Heç qəşəng olmayıb. Düzü hamam xalatı daha qəşəng vurur. Və bu da digər o 40 mm-lik başlıq. Və yeni Dyson'larda başlıqlar biraz fərqlidir. Məsələn, bu daha dar formada gəlir, daha konus var idi. Dediklərinə görə mən araşdırdım falan. Bu başlığın daha çox, bu cünü kim çalır? Daha çox buruqları belə deyim, sıx eləməyi belə vəd edir. Digər başlığı isə daha havalı etməyi vəd edir. Ona görə bir qədər fərqlənir. Köhnə məsəl üçün Dyson'larda bu iki başlıq çox da fərqlənmirdi. Biri nisbətən darı idi. Daha sonra köhnə Dyson'larda bu başlıq yoxdur. Onun əvəzinə şotka başlığı 2 ədəddir. Çox mənasız, yəni nəyə lazımdır? Bu qurutma başlığıdır. Həm də görmüşəm videolarda çoxu belə saçı içinə salır və bu formada düz qurudur. Yoxlamamışam heç. TikTokda falan görmüşəm və bir də bu şotka başlığı. Bu başlıq da fərqlənir köhnə Dyson'larda. Bu başlıq yeni Dyson'larda nisbətən daha həcmlidir. Köhnələrdə daha balacadır. Düz köhnəsində də okeydir. Bu başlıq isə köhnə Dyson'larda da var. Bu da həm dibləri qurutmaq üçündür, həm də elektrikə almaq üçün istifadə olunur. Bu isə ancaq yeni Dyson'larda da səhv etmirəmsə elə yadımda qalıb. Belə, indi gedib saçıma əsas odur işlədib baxacağım, görüm necə işləyir. Əsas məsələ təbii ki. Mən çox bəyəndim. Çox gözəldir rəngi falan. İnşallah belə deyim, səninlə yolumuz davamlı olar. Belə, siz nə fikirləşirsiniz? Fikirlərinizi rəylərdə qeyd edin. Bəyəndiniz yenə Dyson'u. Ümumiyyətlə istifadə edirsinizmi, razısınızmı? Mənə də maraqlıdır fikirləriniz. Hələlik. 3 days later. Salam dostlar. Bugün həkimə getmişdim. Qolum ağrıyır 2 aydır hardasa. Axı ki, ortopedist tapıb getdim. Düzdür, getməyimin bir mənası oldu, bilmirəm. Mənə YouTube-dan videolar göstərdi ki, bunları eləm. Yendirəm fizioterapiya yazmayacaqsınız. Yox, belə hallarda biz fizioterapiya yazmırıq. Hansı hallarda yazırıq? Siz bir neçə dəfə gəlməlisiniz ki, problemlə, eyni problemlə biz sizə fizioterapiya yazaq. Nəysə, bu da almanların sistemi. Bağlamamız var. Biraz aşağı doğru. Amazondan bağlamamız var. Bir saç kraskası sifariş eləmişəm. Dib boyalarım gəlib. Həm də ki, kettle'ımız xarab olmuşdu. Çox aşağıdır. Kettle'ımız xarab olmuşdu. Dedim gəlsin. Belə bir oksidan almışam. Vella'dan 20%'lik. Yes. 6%'li 20 volt. Kraskam gəlməyib. Necə yəni? Başa düşmədim. Kraskamanım. Neysə. Salih sifariş verdim eləmək üçün. Ümid edirəm ki, yaddan çıxarmayıb. Yoxsa gərək edim özümə kraska alım. Belə bir kettle'da baxın. Kettle'ımız durduq yerdə xarab oldu. İşləməməyə başladı. Biz də ona görə kettle almış olduq. Yəni bir dənə qapını bağlamaq olmur da. Moçe varsa mütləq qapı açıq olmalıdır. Qapı bağlasın, Moçe maraqlıdır ki, orada nə baş verir? Orada nə baş verir? Mən orada yoxam. Hə? Nə baş verir orada Moçe? Nə baş verir? Otur burada. Gözü bunu götürüm. Sidan. Moçe, burada nə var? Hə? Nə olmuşum? Bir görəyim. Korobka. Nerede korobka? Bu da bizim yeni kettle'ımız. Çok meraklı da hissedebilirim. Neyse, size kraskalarımı göstereceğim. Nəyə istifadə edirəm. Igora'dan sifariş eləmişdim. 10 nömrə, bir də 91. Heç biri gəlməyib. Bilmirəm, saxlayım, gələn dəfə dib boyası edeyim. Çünki onlar daha uzun ömürlü olur. Əslində ön tərəflər ağarıb, çox ağarıb. Bura bilirsiniz nə vurdum? Bayaq saçımı yığanda görüm çox pis görsənir. Bir dənə qaş maskarası almışdım rəngli. Qaşıma tündüydü. Mən götürdüm bura vurdum. Baxın nə qəşəng örtübdü. Yəni
Düşündüm ki, dip boyam gələndə bu üsuldan istifadə edə bilərəm. Yəni müvəqqəti məsələn saçımı falan yığıramsa çox yaxşı işmə yaradı. Dedim sizə də deyim. Nəysə, belə dedim aldıqlarımı da göstərim, amma aldıqlarım gəlməyib. Hələlik. Bu arada kraskam gəlibmiş. Başqa bağlamadaydı. Bunu sifariş eləmişəm. 10 nömrə. İlk dəfə istifadə edəcəm. Rəylərdə yaxşı yazıblar. Ümumiyyətlə saç ustaları falan da bunu tövsiyə eləyir. Professional olduğu üçün. Budur. Bundan birə bir qatacağım. Bütöv paketi, bir də oksidanı qatacağım. Görək necə olacaq. Bundan daha açıq olacağını düşünürəm. Elə istəyirəm çünki. Amma bugün eləməyə heç həvəsim yoxdur. Eləməliyəm həm də. Nəysə, eləsəm sabah göstərərəm. The next day. Salam hər kəsə. Bugün bazar günüdür. Belində festival var. Biz ora gedirik. Anısa festivala baxacağıq. Sizin üçün də biraz görüntülər çəkəcəm. Hava inanılmaz istidir. Bura artıq yay gəlib. 25 dərəcə inanılmaz isti. Çox istidir. Nasıl isti? Səudiyyə düz evimizin yanındaymışlar. Çox da uzağa getməli olmadı. Bütün yolları bağlayıblar.